Aniden döydə Əlinin qapısın zaltı xarab və Peyğəmbər qızı səsləndi ona verdi cavab. Dedilər söylə ərin hakimə beyət eləsin. Dedi hakim ki ərimdir, kimə beyət eləsin. Dedilər ümmətə rəhbər seçilib, qüdrəti var. Əlidən qeyrilərin xəlifəyə beyəti var. Dedi Mövla, dedi öndər, dedi sərvər Əlidir. Kimə rəhbərdir Peyğəmbər, ona rəhbər Əlidir. Dedilər beyəti yoxdur Əlinin, tənhadır. Dedi tənha nöş olur, Fatiməyə Mövladır. Dedi fikr eyləmə ordun Əliyə vahimədir. Əlinin ordusunun tən yarısı Fatimədir. Dedilər aç qapını, yoxsa bura od vurarıq. Əzrail ağır eləyən darvazanı yandırarıq. Qapıya od vurulan vaxtda hərarət qopdu. Aman Allah, nə müsibət, nə fəlakət qopdu. Arxadan qoymadı tərpənməyə divar xanımı. Nə yaman yar elədi qapıda mismar xanımı. Əlinin qolları bağlı aparıldı saraya. Yığılıb etdi tamaşa hamı bu hayharaya. Bir Yahudi isə kənardan gözü yaşla doldu. Dodağı əsdi, əli titrədi, rəngi soldu. Dedi mən İslamı qəbul edən insan oluram. Deyirəm kəlmə şəhadət və müsəlman oluram. Dedilər söylə səbəb nədir bunu iqrar elədin? Nə səbəbdən axı öz dinini inkar elədin? Dedi mən Əlini Xeybər döyüşündən bilirəm. Darvaza qaldıran əllərdimi bağlı görürəm. Bu o Xeybər qapısını qaldıran əllərdə əgər xırda zəncirləri bir qıra bilməzmi məgər? Dedi mən dərk edirəm ki bu kəsin hər səbəbi kədəri həm də sevinci mərhəmətlə qəzəbi hamı Allahına xatir olunan adətdir. Bu kəsin beyəti Allahına düz beyətdir. Mən onun dinini qəbul edirəm. Şahdır Əli, Rəsulallahdır Muhammed, Vəliyullahdır Əli.